Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım. Hər kəsin bildiyi Güney Azərbaycanda böyük üsyan, yəni inqilab baş alıb. Böyük inqilabı yaradan, süper güclərə sahib olan və resurslarla bağlı bildiyiniz kimi Cənubi Azərbaycanda, indiki İranda neft yataqları, qızıl yataqları və Avropa iqtisadiyyat yollarından biri olduğu üçün dünya ölkələrində süper gücə sahib olan ölkələrdə bu ölkələri, resursları olan ölkələri sıxmaq, hədələmək, parçalamaq və özü sahib olmaq, dünyada resursların yəni azaldığı üçün hansı ölkələrdə resursların davamiyyəti var və güclənməsində öz əllərinə keçirdi və dünyaya meydan oxudu. Dünya ölkələrinə meydan oxumaq üçündür, öz baskı altlarında saxlamaq üçündür. Çox dərinə getməyəcəm. Əziz xalqım, dəyərli soydaşlarım, yəni əvvəl belə deyək, bu 100 ildə, 70 ildə İranı belə deyək, siyasi form bir-bir sındırırdılar. İndi hal-hazırda İranda vəziyyətlə bağlı, bahatçılıqla bağlı bunu qurdular, bu vəziyyəti yaratdılar. İndi insanları bu formada kütləvi sındırırlar. Yəni insanları da bir-biri yox, kütləvi məhv edirlər. Əziz soydaşlarım, əziz xalqım, dəyərli soydaşlarım, mənim fikrim, mənim məqsədim ondan ibarətdir ki, bugün bildiyimiz, yəni Xameyn, əvvəl Xumeyn idarə edirdi, Xameynin adı ilə bağlıdır, indi Xameynin adı ilə bağlıdır. Bilirsiniz ki, İran deyəndə Xameyn yada düşür. Xameyn, yəni şəriətlə idarə etdiyi üçün, sərvət, resurslar əlində olduğu üçün istənilən insanlara orada vəzifə vermə hərbidə, istənilən yəni yüksəltmə və istənilən ölkələri paramparça, terror, nə bilim, İran gücünü saxlamaq üçün Yəmən, Suriyə, İraq, Filistində böyük rolu, vəsaitləri, milyonlar, trilyonlar, trilyardlar xərcləyirdi, belə deyək, loru dildə desək. Əziz xalqım, dəyərli soydaşlarım, onunla bağlı bugünkü gündə əgərsə Xameyn İrandan Rusiya qaçarsa, 85 yaşı var, qocadır, yəni insan bir körpəkən uşaq olur, bir də qocalanda. Bundan sonra kimə lazımdır o? Amma hal-hazırda şəriətlə əsasən sözü keçir hal-hazırda İranda. Heç bir ölkədə də keçməsə, İranda yəni öz və bəzi etnik qruplarının öz zəngini alması, Türkiyə yaxınlaşmaması deyə Xameyn onlara sərf edir. Xameyn əgərsə Rusiya gedərsə, qaçarsa, Bəşər Əsədin qağasının yanına gedərsə, o cümlədən Cənubi Azərbaycan xalqına, millətinə buradan səslənirəm ki, birinci, yəni Təbrizin ayağa qalxmaması nəticəsi bu idi. İndi hal-hazırda ayağa qalxıbsa,